Dövlət başçısının səfəri çərçivəsində Naxçıvanda şəhərdaxili sərnişin daşımada da yeni mərhələ başlayıb. 60 yeni elektrikli avtobus sərnişinlərin xidmətinə verilib. Müasir nəqliyyat vasitələrinin saxlanılması və texniki xidmətinin göstərilməsi üçün elektrik avtobus parkı da istifadəyə verilib. Yeni avtobuslarla yanaşı şəhər nəqliyyatında ilk dəfə nağdsız ödəniş sistemi tətbiq olunur. Artıq bugündən etibarən Naxçıvan şəhərində 9 marşrut xətti üzrə elektrikli avtobuslar sərnişinlərin xidmətindədir. Yeni nəqliyyat vasitələri ilə yanaşı marşrut şəbəkəsində də dəyişikliklər edilib. Mövcud xəttlər saxlanılmaqla dayanacaqların sayı artırılıb, marşrutlar optimallaşdırılıb. Naxçıvan şəhərində fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqı City Kart nağdsız ödəniş sistemi ilə ödəmək mümkündür. Bununla yanaşı istənilən bank kartından, eləcə də Google Pay və Apple Pay mobil ödəniş vasitələrindən istifadə edilə bilər. Sərnişinlər City Kart Azərbaycan mobil tətbiqini App Store və Google Play platformalarından yükləməklə balanslarını onlayn artıra, kod vasitəsilə isə ödəniş edə bilərlər. Tikintisinə ötən il dekabr ayında başlanan ümumilikdə 2,72 hektar ərazisini edən avtobus parkında inzibati bina, təmir mərkəzi və yuma məntəqəsi fəaliyyət göstərir. Burada 112 avtobus, elektrik avtobusunun tutumu şəraitinə malikdir. Burada 60 ədəd Azərbaycanda istehsal edilən BD markalı 53 nəfərlik sərnişin tutumuna malik olan avtobuslar xidmətə təqdim edilibdir. Avtobusların fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 16 ədəd şarj stansiyası quraşdırılıb. Qeyd edim ki, bir dəfəlik şarjdan sonra avtobuslar 200 kilometr tam rahat şəkildə məsafə qət edə biləcəklər. Parkın istifadəyə verilməsi ilə 222 nəfər işlə təmin edilmişdir. Naxçıvan şəhərində fəaliyyət göstərən bütün avtobuslarda ödəniş tamamilə nağdsız qaydada həyata keçiriləcəkdir.